Yaxşılığı sonsuz, neməti bol olan Allahın adı ilə. Əziz insanlar, Allahımız Quranda Hücurat surəsinin 1-ci ayəsində ey iman edənlər deyərək müraciət edir, bildirir ki, söz, iş və hərəkətlərimizdə Allahdan, Peyğəmbərdən ölə keçməyək. Bilirik ki, bir neçə ayə var o sələmlə bağlı. İndi faiz cürbəcür adlarla, faiz və digər adlarla güya sələm sözün üstünə xətt çəkirlər. Əslində o da sələmdir onlarda. Allahımız Quranda bir neçə ayədə buyurur ki, sələm almasın heç kəs, sələm yemək olmaz. O barədə ayələri kim istəsə tapıb özündə mütləq fikir, əməl yaratmalıdır ki, sözünüzdə doğru olaq. Bəli, olmaz sələm almaq və bir ayədə də Allahımız buyurur ki, sələm almaq Peyğəmbərlə, Allahla müharibəyə girişməkdir. Təsəvvür edin, müharibəyə girişməkdir. Çox böyük günahdır, çox böyük fəsadlara aparan, pisliklərə aparan bir şeydir və cəhənnəmi qazandıran, Allah uzaq eləsin, belə bir şeydir. Ayələr kim istəsə Qurandan oxuya bilər. Kimdən soruşsa, hətta mollalardan da soruşsa, bilməm hansı biləcək, deyəcək. Mən bəzən soruşanda adi şeylər bilmirlər. Ona görə də soruşmayacaq. Ən yaxşı aydın mülayimdir. Azərbaycanlıdır, Türkiyədə yaşayır. Lazım olanda ondan soruşuram bilmədiklərimi. Qurandan oxuymaq bəsdir, ancaq Quranı mütləq həyatımıza yerləşdirməliyik ki, Allahın məmnuniyyətini qazananlardan olaq. Allahla, Peyğəmbərlə müharibəyə girişmək, sələm almaq.